məktəbdə dərslər kitablarla bitmir. Burada şagirdlər həm də təbiətlə dostluq etməyi öyrənirlər. 1500 gülə şagirdlər özləri qulluq edirlər. Söhbət Bakıdakı 279 nömrəli tam orta məktəbdən gedir. Hər dibçəyin arxasında balaca qayğıkeş əllərin izi var. Şagirdlər hər səhər dərslərinə bu gülləri salamlayaraq başlayır. Onları suluyur, nazını çəkir və böyüməklərinə sevgi ilə şahidlik edirlər. Bu gülün adı begonia gülüdür. Onun təbiətdə çoxlu növləri vardır. Onlara misal Baueradır. Biz təxminən 20 gündür ki, onun cilatmasını gözləyirik və dərhal sonra onu əkəcəyik. Biz bitkiləri çox sevirik. Məktəbin həyətində ağac və çiçək əkməyi sevirik. Hər gün bir dənə çiçək və ya başqa bir şeylər əkməyə çalışırıq. Bura bizi həvəsləndirir. Ona görə də biz də evimizdə çoban yastığı, lalə, zambaq kimi bitkilər əkirik. Ən birinci bu kolbanı kəsib buradan ayıracağıq. Sonra isə budağı kəsirik. Torpağı dərin qazmalıyıq ki, kökü tam girsin içəri. Həm də ehtiyatlı olmalıyıq ki, kökünü qırmayaq. Yetər qədər dərinliyi olduqdan sonra zoğu batırırıq. Sonra isə üstünü torpaqla örtürük. İndi isə o torpağı gölün kənarlarına bastırırıq ki, göl yerindən hərəkət eləməsin və ziyan görməsin. Tam bastırıb qutardıqdan sonra isə onu sulayırıq. Müəllimlərin fikrincə bu sadə bir məşğuliyyətdən daha çox tərbiyəvi əhəmiyyət kəsb edir. Torpaqla təmas şagirdlərdə məsuliyyət hissini gücləndirir və ekoloji şuurun formalaşmasına xidmət edir. Bu bitkilərin artırılmasında ən çox böyük rolu olan uşaqlarımızdır ki, onlar özləri həmin artıq bilirlər ki, hansı sulla hansı gülü artırmaq olur. Həmin suları tətbiq edərək gülləri artırırlar və güllər böyüdükcə uşaqlar da böyüyürlər həmin sevgi ilə. Uşaqlar birlikdə əkirlər, birlikdə kəsirlər, artırırlar. Onlarda komandada işləmək qabiliyyəti artırır, bacarağı artır. Onlar əməkdaşlıq, bir-birinin işini müdafiə etmək qabiliyyətinin inkişaf etdiyini görəndə düşündük ki, bu layihəni biz davam etdirməliyik. Güllər yalnız məktəbin divarlarını bəzəmir. Onlara burada böyüyən uşaqlar kimi qayğı və diqqət göstərilir. Bitkilər uşaqlarla birgə boyatır. Sabahın yaşıl dünyasını quracaq nəsil məhz bu dibçəklərin başında formalaşır.